Salam dostlar. Yəqin ki, hamımız uşaqlıqda bu sualı eşitmişik, amma heç dərindən düşünmüşükmü? Həqiqətən də ağıl gücdən üstündür, yoxsa güc hər şeydir? Bax, bugün sizi məhz bu sualın cavabını axtaran klassik bir nağılın içine aparacağım. Zəkanın kobud güclə toqquşduğu o məşhur hekayə. Kəloğlan və div anasının macerasına hazırsınız. Gəlin elə məsələni başdaca ortaya qoyaq. Sonda kim qalib gəlir? Nəhəng, qüvvətli olan, yoxsa cəld və iti düşünən? Bilirsiniz, bu sual təkcə bu nağılın yox, elə bizim öz həyatımızın da çox anında qarşımıza çıxır. Gəlin görək, Kəloğlan bu suala öz hekayəsində necə bir cavab tapır? Yaxşı, gəlin bizim qeyri-adi qəhrəmanımızla tanış olaq, Kəloğlanla. Keçəldi, ilk baxışdan biraz da tənbələ oxşayır, amma o görünüşün altında elə kəskin bir zəka, elə böyük bir macəra həvəsi var ki, bəlkə də elə bizə xatırlatmaq istəyir ki, əsl güc heç də xarici görünüşdə olmur. Hər şey Kəloğlanın inadı ilə başlayır. Kəndlilər dağa odun yığmağa hazırlaşır. Kəloğlan da deyir ki, mən də gedirəm. Anası əvvəlcə narahat olur, axı dağlar təhlükəlidir. Amma oğlunun gözlərindəki o macəra qığılcımını görəndə daha yox deyə bilmir, razılaşır. Elə bil, bu hər ananın övladının böyüməsinə icazə verməli olduğu o çətin anlardan biridir. Bax, Kəloğlanın bütün xarakteri elə bu cümlədə gizlənib. Kəndlilər ona deyəndə ki, hə, durma, sən də odun yığ. Onun cavabı necə olur? Dayanın, anam məni sizə odun yığmağa, yox, sizinlə getməyə göndərib. Yəni, o demək istəyir ki, mən bura işləməyə gəlməmişəm, mən macəranın özü üçün gəlmişəm. O, qaydalara tabi olmaq yox, öz yolunu çəkmək istəyir. Amma bilirsiniz də, hər macəra kimi bunun da qaranlıq bir tərəfi var. İndi gəlin hekayənin ən gərgin anlarına keçək. Kəndlilər azıb qalır və həyatlarının bəlkə də ən vacib qərarını verməli olurlar. Bir anlıq təsəvvür edin. Hava qaralır, hər tərəfi buz kimi sıx bir duman bürüyür. Evə gedən cığır sanki heç olmayıb, yoxa çıxıb. Məhz bu anda başa düşürlər ki, meşədə tək-tənha, köməksiz qalıblar. Ürəklərə bir qorxu dolur, gərginlik isə getdikcə artır. Və tam da ümidlərini itirən anda uzaqda iki seçim görürlər. Bir tərəfdə qaranlıq içindən gələn it hürüşməsi, bəlkə də təhlükədir. Amma həm də o deməkdir ki, orada kimsə yaşayır, elə deyilmi? Digər tərəfdə isə pəncərəsindən isti, sarı bir işıq süzülən, sanki gəl deyən bir ev. Yaxşı, bir anlıq düşünün, siz olsaydınız hansını seçərdiniz? Hürən iti, yoxsa o mehriban görünən işığı? Onlar işığı seçdilər. Amma bəzən ən təhlükəsiz görünən qapılar əslində ən böyük tələyə açılır. Bəli, işıqlı evin qapısını döyürlər və qarşılarına çıxan div anasının o şirin təbəssümünə, mehriban sözlərinə dərhal aldanırlar. Amma heç ağıllarına da gəlmir ki, bu səmimiyyət əslində dəhşətli bir təhlükəni gizlədən bir pərdədir. Bəzən ən böyük təhlükələr elə ən dostcanlı simaların arxasında gizlənir. Və beləcə gəlib çatırıq hekayənin əsas döyüş meydanına. Məsələ sadəcə bir gecəni sağ çıxmaq deyil. Yox. Bu, ağlın kobud gücə qarşı apardığı o əbədi mübarizədir. İndi Kəloğlan bütün zəkasını işə salmalıdır. Bir saniyəlik özünüzü Kəloğlanın yerinə qoyun. Yoldaşlarınız xoruldaya-xoruldaya yatıb. Sizsə tək başına oyaqsınız. Qarşınızda da sizi yeməyi planlaşdıran nəhəng bir div var. Nə bir silahınız var, nə də gücünüz. Tək bir ümidiniz var, ağlınız. Belə vəziyyətdə nə edərdiniz? Div anası görür ki, Kəloğlan oyaqdır və ilk sanki çox məsum bir sual verir. Amma bu sual sadəcə maraqdan deyil, bu bir tələdir. Div, Kəloğlanın zəif nöqtəsini, onun necə yuxuya verəcəyini öyrənməyə çalışır. Kəloğlanın ilk taktikası çox sadədir, amma bir o qədər də ağıllı, vaxt qazanmaq. Deyir ki, anam mənə yumurta bişirərdi. Div anası da onun bu uşaq istəyini yerinə yetirir. Amma Kəloğlanın əsl planı yemək deyil. O, divin hər hərəkətini izləyir, onun zəif tərəflərini analiz edir və artıq bir neçə addım sonrasını planlaşdırır. Div anası baxır ki, yox, Kəloğlan hələ də yatmayıb. Səbri başlayır tükənməyə. İkinci sualı artıq daha tələbkardır, daha az mehribandır. O, daha oyun oynamaq istəmir, nəticə istəyir. Bax, bu Kəloğlanın dahi zərbəsidir. Divə elə bir tapşırıq verir ki, onu yerinə yetirmək fiziki olaraq qeyri-mümkündür. Deşik-deşik xəlbirlə su gətirmək. Bu, təkcə vaxt qazanmaq deyil, həm də divin öz gücünün əslində necə mənasız olduğunu onun üzünə vurmaqdır. Kəloğlan divi təkcə fiziki olaraq yormur, həm də psixoloji olaraq üstünlüyü ələ keçirir. İndi isə gəlin baxaq, Kəloğlan qazandığı bu qiymətli vaxtdan sadəcə qaçmaq üçün yox, həm də hücuma keçib vəziyyəti %100 öz xeyrinə çevirmək üçün necə istifadə edir. Bax, bu, Kəloğlanın əsl qəhrəmanlıq anıdır.
İstəsəydi elə özü tək qaça bilərdi. Amma yoldaşlarını orada qoymur. Deyir ki, siz qaçın, mən onu bir təhər yubadaram. Yəni, özünü daha böyük təhlükəyə atır. Bu hərəkət onun təkcə ağıllı deyil, həm də necə cəsur və fədakar bir ürəyə sahib olduğunu göstərir. Kəloğlanın addım-addım qurduğu bu möhtəşəm plana bir baxın. Div qəzəblə onu çuvala salanda o qorxu panikaya düşmür. Əksinə, bunu bir fürsətə çevirir. Cəld bıçağı ilə çuvalı kəsir, öz yerinə divin ən sevimli danasını qoyur və sonra kənara çəkilib dama çıxır ki, divin öz tələsinə necə düşəcəyinə rahat-rahat tamaşa etsin. Bu əsr şahmat oyunudur. Gəlin indi hekayənin zirvə nöqtəsinə keçək. Kəloğlanın ağlının divin o nəhəng gücünü necə darmadağın etdiyini göstərən o parlaq anlara. Təsəvvür edin o səhnəni. Div anası qayıdır və yeməli olduğu Kəloğlanı damda oturub qəhqəhə çəkən görür. Dünya başına yıxılır. Onun heyrətlə verdiyi bu sual əslində tam məğlubiyyətinin etirafıdır. Heç nəyi anlaya bilmir. Çünki ağlın gücünü heç vaxt dərk etməyib. Və Kəloğlanın divə dediyi bu üç absurdda baxın. O artıq qorxmur. Əksinə, divlə açıq-aşkar məzələnir. Onun sadəlövlüyündən, kör-köranə gücü olan inamından istifadə edərək onu lağa qoyur, gülünc vəziyyətə salır. Divin yumurtaları üst-üstə qoymağa çalışdığını, sonra da nərdivanları bir-birinin üstünə yığmağa cəhd etdiyini gözünüzün önünə gətirmək belə gülməlidir. Bu səhnələr düşünmədən kör-köranə edilən hərəkətlərin ağıl qarşısında necə aciz və komik vəziyyətə düşdüyünü mükəmməl şəkildə göstərir. Və hekayənin şirin sonluğu. Kəloğlan təhlükədən qurtulub kəndinə qayıdır. Amma o artıq kəndin o tənbəl keçəl oğlanı deyil. Xeyr, o öz ağlı və cəsarəti ilə bütün kəndi xilas edən bir qəhrəmandır. Hamıya sübut etdi ki, əsl qəhrəmanlıq əzələdə yox, beyindədir. Bu ənənəvi sonluq əslində nağılın bütün mesajını çox gözəl ümumiləşdirir. Göydən 3 alma düşdü. Bu bizə deyir ki, bu hekayə sadəcə bir əyləncə deyil. Bu bizə, yəni dinləyicilərə, ağlın və zəkanın həyatdakı əvəzsiz rolu haqqında verilən vacib bir dərsdir. Bilirsiniz, bu hekayə əsrlər əvvəl danışılsa da, dərsi bugün üçün də çox aktualdır. Hər birimizin həyatında qarşılaşdığı çətinliklər, problemlər, bunlar bizim şəxsi divlərimizdir. Yaxşı, bəs siz öz divlərinizlə mübarizədə hansı silaha daha çox güvənirsiniz? Kobud gücə, yoxsa Kəloğlan kimi iti ağla? Bəlkə də həyatdakı ən böyük qələbələr elə ən ağıllı planların nəticəsidir. Bu barədə düşünməyə dəyər, elə deyilmi?